gətirib çıxardır. Amma bütün hallarda, hazırki şəraitdə düşünürəm ki, proseslər bir mənalı şəkildə ABŞ-ın A planına uyğun gedir. Hələ B və digər planlara demirəm. Yəni, bəzən günlər ərzində baş verən kiçik bir proses böyük mənzərə haqqında təsəvvür yaratmağa imkan verir. Çünki hər hansısa bir vəziyyətdə proseslər ABŞ-ın A planına uyğun getməsəydi, hesab edirəm ki, ABŞ Britaniyanın göndərmək istədiyi gəmidən imtina edərək bizim qələbəmizə şərik ola bilməsiniz ifadəsini işlətməzdi. Yəni, sadə bir proses artıq böyük bir rəsm haqqında məlumat verir. Proseslə başlayan zaman artıq 4 həftəlik bir məqam demişdir və görünən odur ki, bir ümumi çəkidə İranın istəyi bu Hörmüz boğazını bağlamaqla ABŞ və müttəfiqlərinə, İsrailə məhz G7 formatında və digər formatlarda təzyiqi artırmaqdır. Çünki burada neft ixrac edən ölkələrin onsuz da neftləri qalsa belə öz təchizatlarını edə biləcəklər. Hazırki vəziyyətdə bunlar ixracatçıdırlar və istehlak edərək, məhsul istehsal edib öz iqtisadiyyatlarını ayaqda saxlayan ölkələrin, Yaponiyanın, Çinin, o cümlədən də Avropanın iqtisadi çətinlikləri uzun müddətli dönəmdə daha çətin olacaqdır. Baxın, ortalama olaraq neftə tələbat bir gündə 104 milyon bareldir. Halbuki 2022, 21, 22-ci illərdə hədəf daha yuxarı proqnozlaşdırır. Qlobal iqtisadiyyat böyüyəcəkdir. 2025-ci ildə 110 milyon barellik bir ehtiyata zərurət olacaqdır. Amma hələ də 2003-də qalıblar. Və nədir? Hətta 2003 milyon barel olmuş olsa, $1 neftin, yəni rəqəmlər adətən mənzərə haqqında daha bir qərar fikir yürütməyə imkan verir də. Baxın, sadə hesablama eləyək də, 103 milyon barel bir gündə neft deməli istehlak edilirsə, tələbat bunadırsa, biri $40 qalxarsa, bu avtomatik olaraq il ərzində götürəndə 1,5 trilyon dollar deməkdir. 1,5 trilyon vəsait hara gedəcək? Yəni, o məhsulun üzərinə gələcəkdir. O məhsulun üzərinə gəldiyi zaman bütün hissələrə paylaşacaq. Alıcılıq qabiliyyəti kəskin azalır. Təbii kəskin şəkildə azalır. Buna görə də bu proseslər heç bir ölkə üçün arzu olunan deyil. Heç bir ölkə. Amma, məsələn, bəzi hallarda yanlış bir fikirlər, məsələn, mediada görürük ki, məsələn, ABŞ-ın hansısa bir gəmisi vuruldu, ABŞ-ın bu qədər silahı olmaz, ABŞ-ın bu qədər xərc eləyəcək. Mən hesab edirəm ki, ABŞ iqtisadiyyatı haqqında insanın təsəvvürü o qədər məhdud olmalıdır ki, bu müharibəni ABŞ üçün böyük iqtisadi təhlükə adlandıra bilər. Bir gəmi ilə onu... Təbii ki, bilirsiniz, yəni ki, lap bir gəmi olmasın, bütün gəmiləri batsın. Yəni, bunların iqtisadiyyatı, burada olan rəqəmlər tamam başqa bir rəqəmlərdir. Onsuz da ABŞ dünyada 38 trilyon borcu olan dünyanın bir nömrəli ölkəsidir. Borçlarını da qaytarmaq fikrində deyil. Kimsə də borcunu istəyə bilmir. O 38-i 40 eləyə biləcək. Məsələ məqsədə çatmaqdır. 24,5 trilyonda deyəlim. Yəni, ABŞ-ın pul problemi yoxdur. Bildiyiniz pul problemi yoxdur. Hətta borc almaq problemi də yoxdur. Onu qaytarmaq kimi bir düşüncəsi də yoxdur. Bu fakt onu göstərir. Məsələn, hər ildə artmaqdadır trilyonlarla bu. Yəni, ABŞ-ın gəminin vurulması, əlavə xərclərin olması heç nəyə deyir. Sadəcə olaraq, məsələn, Trump hakimiyyətə gəldiyi zaman əvvəlki komandanın hərbi xərclərin artırılması, müharibə xərcləri ilə bağlı, bu artıq bir siyasi davranışlardır da. Yəni, sadəcə olaraq ABŞ-ın hazırda ən böyük, hesab edirəm ki, problemi məhz G7 və digər ölkələrin təzyiqidir ki, bizim iqtisadiyyat oturur. Və ilin sonuna da doğru bilavasitə noyabrda olacaq orta aralıq seçkilər məsələsi, ona da hələ çox vardır. Yəni, bu kontekstdə bir dənə məqama vurulmaq istəyirəm. Siz dediniz ki, İranın daxili tələbatını ödəmək üçün nə qədər müddət dözə biləcəklər. Bilirsiniz, İran birinci növbədə əsas ərzaq məhsullarının ixracına qadağa qoydu, saxladı. Sonra isə demək olar hamısını. Hazırda İran deməli uzun müddətli dövr ərzində ixracı saxlamışdır. Və İranın belə deyək də bir xalq olaraq, bir toplum olaraq bu proseslərdə davranışı elə bir şeydir ki, yəni biz onların acılıq, iqtisadi çətinlik kimi kriteriyalarla təslim olunmasını düşünmək doğru deyil. Başqa faktorlardan ola bilər. Amma susuzluq, acılıq, ərzaq çatışmazlığı kimi problemə hədəf olsa ki, bunlarda bu yaşanacaq, sonra təslim olacaq. Bu mümkün deyil. Çox yaxşı yerə gəldiniz, dediniz belə. Mən bu mövzuyla bağlı istədiyim İlham müəllimə sual verim. Xatırlayırıqsa, yanvar